Salam dəyərli abituriyentlər. Bugün bildiyimiz kimi güvənin blok imtahanları üzrə, yəni sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 11-ci sinif 3-cü qrup Azərbaycan dili suallarını, daha doğrusu ədəbiyyat suallarını izah edib yerləşdirirəm, sonra isə Azərbaycan dili suallarını da yerləşdirəcəm. Başlayaq birbaşa ədəbiyyat suallarından. Deməli, birbaşa variantlar üzərindən izah edəcəm ki, yəni yoxlayanda çox vaxt getməsin. Amma hansı sualla bağlı ətraflı izah istəsəz, şərh bölməsinə yazarsınız. Sürətli bir şəkildə izah edəcəm. İnşallah gözdən qaçan bir şey olmaz. Yenə də siz şərh bölməsindən fikirlərinizi yazarsınız. 61-də diqqət eləsək, hər ikisində xalqı düşünən qərarlar olduğuna görə 61-də A-nı götürə bilərik. 62-də direktorla bağlı fikirləri soruşur. Portretinin alınacağından qorxur. Bu var idi. Bir də ən sonda tapşırmışdı ki, əşyaları məktəbə gətirin. 1-5 A variantı. 63-də burada hadisənin gedişatında məsəl üçün sevərlə rastlaşmaqdır. Sonra firəngizlə qarşılaşmaq. Bunlar hamısı mühüm rol oynayırdı. Y variantı isə o bilənə baxanda nisbətən çox da ciddi rol oynamır. Yəni divarın kağızdan cırması Y-ni götürmək daha məntiqli olar. 64-də ana-bacı əsərində qadın nə qədər əziyyətlə böyüsə də, belə deyim də, o içindəki mərhəmət hissi ölməmişdi. Ona görə Y variantını götürə bilərik 64-də. 65-də Durna telində Bolu bəy yox idi. Bolu bəy, Koroğlu və Bolu bəy, yəni o hissədə var idi. Durna telində isə o variantlardakı 4 nəfər var idi. Aslan Paşa da mənfi obrazı idi. Belə. Aslan başa yazılır, paşa olmalıdır. 66-da burada diqqət eləyə Vaqif əsəri ilə bağlı Xuraman özünü qaydan atanda Vaqif buna adi qarşılamır. Bir növ narahat olur. O da bir vicdan əzabı çəkir. 4-də də yazıb ki, Cavad xan sarayına getmək təklifini qəbul etmir. Burada yazmışdı ki, Vidadi ümumiyyətlə, yəni belə deyim də, o sadə yaşamağı sevirdi. Saraylarda yaşamağı istəmirdi. Ona görə getmədi. 2-4 D variantı. 67-də Xoşilbanın Natəmə əsərində Mirzə Ruhullahla Nəvabın heç birinə aid edilə bilməz. Mirzə Ruhullah ona evlənməyi məsləhət görsə də, Xoşilbanı Seyid Hüseynlə ailə qurmağı özü seçmişdi. Ona görə C variantı heç birinə aid olmur. 68-də Adamı Kəvakibdə Axund Səməd vəzifəsini veriləcəyindən narahat olub, həm vəzifəpərəst olduğuna görə, həm də paxıllığından ürəyi partlayıb ölür. Doğru fikir B-ni götürə bilərik. 69-da Anamın kitabı əsərində Mirzə Zeynal var idi iclasda. O bilər isə, məsəl üçün, əsərin əvvəlində Mirzə Həsən var idi. Senzor kitabları yoxlamağa gəlmişdi. Zaman o çoban idi. O əvvəllər əsərin bir neçə yerində var idi. Teymur bəy də səhv etmirəmsə, əsərin əvvəlində onun da adı çəkilirdi. Yalnız Xeyriyyə Cəmiyyətində Mirzə Zeynal idi. 69-da C olacaq. 70-də İsmail Şıxlın yaradıcılığı ilə bağlı Ayrılan Yollar müəllifin roman janrında yazdığı ilk əsərdir. Y variantını götürə bilərik. 71-də Nofel çalışırdı ki, cəmiyyəti, daha doğrusu Məcnunun sevdiyinə qoşmasına kömək eləsin. Ona görə ordusu ilə hücuma keçmişdi. 71-də D. 72-də Pəri ilə bağlı doğru fikir, durnalarla bağlı yanlış fikir. Burada diqqət eləsək, Pəri qoşmasında Pərini Sonaya, Marala, Günəşə bənzədir. Bəli, bəndlərdə bu var idi. Ən sonda da Günəşə bənzədirdi. Və orada var idi ki, yəni, belə deyim də, ənliyə, kirşana ehtiyac olmadığını, təbii gözəlliyə üstünlük verirdi. 1-2. Altda da yazıb ki, durnaları hər gün görmədiyinə görə şeir yazıb. Bu da yanlış fikir idi. 1-2-6 D variantı. 73-də Basatın Təpəgözü öldürdüyü boyla bağlı doğru fikir deyir. Burada diqqət eləsək, Basat qardaşının intiqamı almaq üçün gedəcəyini deyəndə Qazan xan ona Təpəgözü məğlub etmək mümkün olmadığını deyir. Aruz, yəni atası onun fikrindən döndərməyə çalışır. 3-4 Y variantı. 74-də burada diqqət eləsək, qoca dəyirman epitet, ay pərdə salıb. Bunu da köçürmə kimi götürsək, C variantında acı xəbəri epitet, yerlərin də xəbər gətirməyin köçürmə kimi götürsək, C variantı olar. 75-də qızıl qönçələrin səhv fikir soruşur. Əsas surətlərdən biri hadisələr biganə yanaşmasıyla seçilir. Bu Zəhərə aiddir. 75-də 2-ni birinci götürsək, əsərin sonu bədbin bitdi Zəhərdə. Yəni nə mənada bədbin? O at öldü də o mənada. 2, 3, 1 də insan və təbiət motivinə geniş yer verilmişdi. Bu Zəhərə aiddir. 2, 3, 5. A variantı yanlışlar seçirdik. 76 ana əsəri ilə bağlı birinci qarmon səsini eşidən Orxan və İzzət İsmətin evdə olmadığını bilirlər. Sonra İzzət barmağındakı üzüyü Orxana göstərib qampoda bağlı olduğu 2-4. 3. Səlma, daha doğrusu 1. Orxan Səlimin onu axtardığını eşitiblaq edir. Səlimə gümüş kəmər hədiyyə edir. Bu da sonlarda idi. 2-4-1-3. Sonlar dedim, yəni buradakı 4 dənə cümləyə görə sonlara düşür. 2-4-1-3 B variantı. 77-də diqqət eləsək, Mahmud bəy təkcə öldürülməmişdi.
Əsərdəki o biri obrazlarla müqayisə etsək, tək Mahmud bəy yox, Fəxrəddin də ölmüşdü. Biri çıxsaq, biri 4-ü çıxsaq, yəni Hürü nənə də paltar geydiyinə görə 4-ü də çıxsaq, təkcə Gülbahara aid deyil, yerdə qalır 2, 3, 5 B variantı. 78-də müsbət saray xadimi, bir də müdrik şəxs burada, yəni yox idi. 1, 4, B variantı. 79-da İntiqam əsərində o erməni obrazı var idi. İnsanın keyfiyyətlərini itirib, o köməksiz insanı öldürən. C variantı. 80-də Çingiz Aytmatovun Gün var əsrə bərabər romanda Qazanqapının dəfni ilə bağlı doğru fikir. 2 ilə 3 burada diqqətlə eləsək Yedigeyə aiddir. 5 ilə 6 da Sabitcana A variantı. 4-ü ona görə götürmədik ki, ana beyti dəfnin tərəfdarıdır, Sabitcana aid deyil. Onun üçün fərqi yox idi. 4-ü çıxırıq variantdan. Biraz sürətli deyirəm ki, rahat yoxlayasınız. 81-də Rüstəmin Təbrizim şeiri məzmunu ilə bağlı. Ona görə məzmun dediyinə görə 1 ilə 4-ü avtomatik çıxırıq. Yerdə qalır 2, bir də 5. 81-də C. 82-də Seyid Əzim Şirvanidən fərqli olaraq Sabir, felyeton və məqalə yazmışdı. 82D. 83-də İstiqlal poemasında güneyli, quzeyli xəritəmizdən danışırdı. Biri götürə bilərik. Bir də o məftil çəpərlərin qırılması. Birisi götürə bilərik. 84-də Vahid və Nurəddin hər ikisində, Vahid Gəldiyev, Verdiyev, Nurəddin də Əmraslan, yəni onunla mübarizə apardı, belə desək, 2-ni götürə bilərik, zərər verməyə çalışan qüvvə. 5-də də Vaqifə qarşı Qacar, Niftalıya qarşı da Mürşid. 2-5-i götürsək daha məntiqli olar. Burada 1 də var, düşünürəm ki, bu 1 götürülmək olmaz, çünki Nofel özü hücuma keçirdi, belə deyək. 85-də Azad əsərlə bağlı, Azad əsərinin digər əsərlərlə müqayisəsindəki doğru fikirləri soruşur. 85-i diqqət eləsək, Zəhər əsəri kimi nəsrlə təhkidi, bəli, bu da hekayədir. Vətən yaralarında olduğu kimi Azadda da, yəni qəhrəman yaralanır son nəfəsində, hətta canını da tapşırır. Bəli, hər ikisi Cənubi Azərbaycanla bağlı idi, amma bu gözlənilməz sonluqla bitmədiyinə görə Azada novella demirik, 2-3-4, 85, 2-3-4. 86-da diqqət eləsək, qayaların insan kimi olmasını təşbih götürsək, sahildə qayaların çinməsini insan kimi köçürmə deyək, yəni insana aid olan şeydir, metafor. Bir də qayalar, çimir, bu da anafora. Metafor, təşbih, anafora. 87-də nəğmə və bayatı üçün ortaq cəhət, mövzusuna görə növləri var hər ikisində, bir də qafiyələnməni götürmək olar D. Deməli, 1-ə gedər, B ilə D. Epik növün böyük janrları əfsanə nağıla aiddir. Lətifə yanılmaz da yumoristik məzmuna malikdir. Qonaq əsərində də diqqət eləsək, burada Dəli Kür romanı ilə Pərvanə romanda hər ikisində yəni bu obraz, belə deyim də, maarifçi obrazdır. Yəni uşaqları oxutmaq üçün çalışır. Amma Pərvanədən fərqli olaraq, daha doğrusu Dəli Kürdən fərqli olaraq Pərvanədə necə yazmışdı? Burada fikir verin. Burada Sahib müəllimlə onun dialoqu var idi. Məsəl üçün, bağışlayın, səhv etmirəm, siz Sahib müəllimsiz deyilmi? Burada ortaq xüsusiyyət məsəl üçün yaza bilərik ki, mənim adım Çerneyevski Aleksandr Asipoviçdir. Yəni, o biri əsərdə də diqqət eləsək, Dəli Kürdə də hər ikisində də nə var idi? Belə deyim də, maarifçi söhbətlər var idi. Uşaqların oxutmağını istəyirdi. Amma Dəli Kürdə həm də fikir versəz, orada Çarın, belə deyim də, Çar Rusiyasının şəxsi mənafeləri də vardı ki, özlərinə sərf eləyən müsəlman kadrları yetişdirmək istəyirdi. Yəni, fərqli cəhət orada var idi, amma burada məsəl üçün o məsələyə toxunulmayıb. 89-da forma xüsusiyyətinə görə epik növ aid eləyə bilərik. Həm də burada yazıb, yəni Pərvanə romanı, elə ona baxan kimi epik növ kimi də götürmək olar. Həm də ki, burada nəyə görə, məsəl üçün, obrazdan danışığı da var, amma ümumi məlumat da vardı, yəni təhkiyə formasında. Birincini götürə bilərik, epik növdə olduğunu. 90-da da tünd hərflə verilmiş cümləyə elə söz və ya ifadə əlavə edin ki, bədii təsir vasitəsi yaransın. Burada diqqət eləsək, söhbətə başladılar, şirin söhbətə başladılar. Mən qısa deyirəm, yəni şirin söhbət epitet kimi götürmək olar. Təşbih, mübaliğə də yazmaq olar, mən qısaca dedim. Belə, sürətli bir şəkildə, inşallah ki, gözdən qaçan bir şey olmadı. Yenə təklif iradlarınızı şərh bölməsində yaza bilərsiniz. Təşəkkürlər.